Elhamdülillahi Rabbil alemin, ilahil evveline vel ahirin, ve salatu ve selamu ala eşrafil enbiyayı vel murselin, nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ugdeten min lisani yefkahu kavli ve zidna ilmen, emma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aziz Müslümanlar, aziz kardeşlerim, bacılarım, Rabbim nasip ederse Allah Subhanahu dinini müdafiə etmək adına Allah Azze ve Celle'nin dinine hücum eden kirli ağızlarıyla Allah Subhanahu dinini kirletmeye çalışan bazı insanların bazı çirkin iddialarına cevap vereceğim beyidnillah. Və sizlərdən də təmənnəm təvəkküm bu şeylərdə dəstək olmaqdır. Yəni bu videoları paylaşmaq, bu videolara daha çox insanın baxmasını təmin etmək üçün nə lazımdırsa onu etmək üçün əlinizdən gələni əsirgəməyin. Mən bu şeyi özüm üçün istəmirəm. Mən ümumiyyətlə demək olar ki, bəlkə də bu günə kimi heç bir videodan danışanda bu şeyləri deməmişəm. Lakin məqam elə bir məqamdır ki, sizdən bunu istəməyim gərəklidir. O yüzden deyirəm, özüm üçün bir şey istəmirəm. Məlumunuz olduğu kimi bir müddət öncə şiələrdən bir gənc mənimlə bir telefon danışıq etmişdi. Və həmin danışığın bir qismini paylaşmışdı və sonra da gedib dediyim kimi, Türklərin dediyi kimi, yəni yenilən pəhlivan güləşə doymazmış. Yəni yenilən məğlub olunan pəhlivan güləşə doymur. Və orada burada danışır, açıqlama və s. və s. Danışarkən deyib ki, mən o danışıqda mürşidin özünə demişdim ki, Ayşə anamız üçün deyir, xanım Ayşə cəhənnəm əhlidir və s. Lakin onu sövmək olmaz. Gözünün içinə kimi yalan deyir. Yəni mən hər ehtimala qarşı, bəlkə o deyib mən eşitməmişəm, mən eşitsəm qəti şəkildə həmin dəqiqə onun adının payını verib söhbəti kəsərdim. Dedim, bəlkə eşitməmişəm, deyib mən eşitməmişəm. Həmin videonu mən dinlədim. 33 dəqiqə 58 saniyəlik, yəni söhbətdə o yazılıb. Orada əsla və qətiyyən belə bir şey demir. Yəni bilə-bilə ki, o səs yazısı var. Yəni insanlar ən azından dinləyib, nə qədər insan bunu dinləyib, yəni utanmır insan yalanlaşmaq. Bir dinləyib ki, insan deməmişsən. Yəni yalanın üzə çıxacağını bilirsən, niyə danışırsan? Yəni bu qədər özünə qarşı hörmətsizsən. Bu qədər öz sözünü dəyəsiz salmağa həvəslisən. Və sözdə də özünü Əhl-i Beyt imamlarına tabi olduğunu iddia edirsən. Belə mi tabi olursan? Bax, Ayşə anamızı və digərlərini haqqında mundar danışan adamları mən şəxsən mən mürşid, mən ondan kimdən qarşılaşsam onu mən bilirəm nə edəcəm. Çünki heç kimin anasına söyə bilməz. Hələ Resulullah sallallahu aleyhi ve sellem'in zövcəsi müminlərin anasına söyə bilməz. Sən fərqli etiqad edirsən, nə edirsən, özün bilərsən. Amma söyüşlə, təhqirlə etiqad dəvət olmur. Yox, söyüşə biz əziz, mən şəxs özüm əzizdir, mənim ətrafım əzizdir, ustadım əzizdir. Söyüş şeyən üzr istəyirəm. Mənim qeyrətim o qədər güclü olmalıdır ki, Peyğəmbərin qeyrəti haqqında müzakirə edim. Mənim o qədər qeyrətim yoxdur ki, anam haqqında danışılsa, anam haqqında danışılsa, mən götürmərəm onu. Mən götürmərəm onu da Peyğəmbərə danışsın. Anasına dəyər verən, başqasının anasına söyməz qardaşım. Bilir ki, onun da dili var, deyəcək sənin də ana var. Üzr istələmək var. Yəni biz bilirik də, biz azamız kişiyi görmüşük biz bunu. Ona görə də yəni hələ söhbət burada Resulullah sallallahu aleyhi ve sellemin zövcələrindən gedir. Yəni başqa adamdan getmir, başqa bir kişiden getmir. Ona görə də mən bax bu şeylərə qarşıyım. Yəni o radikal da deyirsən deyə, agresiv deyirsən deyə, mən ona qarşıyam. İstəyir bir gözümün bəbəyi olsun. Yox, ona zaten o var. Orada radikalam. Orada mənə pol radikal deyə bilərsən. Onun mən xanım Ayşə haqqında, xanım Ayşənin müdafiəsinə məsələn qalxana platformada o özünə rafizi deyənlərə. Cəmaət elə bilir ki, mən əqidəmi dəyişib əhlüsünnə olmuşum. Çünki məsələn dedilər ki, belə, qaydım dedim ki, okey, Allah uzaq eləsin, əstəğfurullah. Xanım Ayşəni bu iddiamlandırırsan, düz dedi, bəli. Dedim, Quranda ayə də var da, Peyğəmbər sözü möminlərin anasıdır. Tutaq ki, bu öz dövlən aiddir, bizim etiqada görə. Okey, həmən vaxtda İmam Əli mömin idi, deyir mömindir. Dedim, İmam Əli mömin olduğuna görə, Quran ayəsi hüccətliyinə görə, İmam Əli əleyhissalamın anası sayılır, dedi sayılır. Dedim, insan İmam Əli əleyhissalamın niyə anasını təkbir edirsin, axı sən şiyəsən? Deyirlər, sən sünni olmuşsan. Qardaş, mən sünni olmamışam. Mən
düzə səhv. Bu şey düzdürsə okey, düzdür. Bu şey səhvsə o iş səhvdir. Düzün başına əymək olmur ki. Bizdə o biabırçılıqdır. Bəli, bizdə bəziləri var ki, həqiqətən özünü tələb edənlər də var. Çıxırlar ağızdan gələn danışırlar. Adama deyirlər, mən sənin anan, bacın, yaxın haqqında çıxsam, müzakirə eləsəm, xoşuna gələrmi? Gəlməz. Ya sənin qeyrətin, peyğəmbər qeyrətindən güclüdürmü? Sən kimsən? Çox münbar bir şeydir, rəzil bir insandır. Yəni ümumiyyətlə o adam kimdir? Onu kim edirsə öz anasından yəni dəyər vermir, anasının qədrini bilmir, anasını söydürən bir insandır. Nəysə, Allah bizdən uzaq eləsin. Nə bilim, borçlu onu dedim ki, yəni o aldım. Problem yoxdur. Halalı vaxtınızı. Allah sizin ailənizi bərəkət versin. İnşallah. Cümləmizə. Mənəvi qulluğunuz tapşırıq olsun. Sənin sağlığın qardaş. Və danışaraq orada iddia edir ki, mənim sualıma cavab vermədi. Mən özümdə bilirəm ki, mən qalibəm və s. və s. Təsəlli verir özünə. Məsələ qalib, məğlub məsələsi deyil. Sən zaten başdan məğlubsan. Çünki sən özünün də etiraf etdiyi kimi sizin tövhid deyə bir dəvətiniz yoxdur, tövhid deyə bir dərdiniz yoxdur. Tövhid məsələn ancaq bəhslərdə müzakirə olunur. O bizim bəli zəif yerimizdir ki, bizə xutbələrdə Əhl-i Beyt əleyhissalamın fəzilətləri daha çox danışılır. Bəli, tövhid az danışılır. Mən bundan sizə razıyam. Mən bundan şərikəm bu sözünüzə. İnşallah ki, Allahın izni yanında Allah bütün müsəlmanları qorusun. İnşallah ki, tövhid haqqında daha çox danışılır. Bundan sizə razıyam. Ona bir şey. Və mən sizin öz kitablarınızdan ispat edəcəm ki, sizin tövhidiniz nə gündədir, nə vəziyyətdədir, sizin tövhid anlayışınız. Öz kitablarınızdan göstərəcəm. Min fəmikə ədinuka, ərəblər demişkən, sənin öz ağzından sənə qarşı müamilə edirəm, səninlə müamilə edirəm. Öz ağzından çıxanlara görə səninlə müamilə edirəm. Mən öz tərəfimdən danışmıram ki, öz qaynağımdan danışmıram. Sən nə demişsənsə, öz dediyin şeylərdən yola çıxaraq sənin haqqında dəyərləndirmə edirəm. Zaten başdan məğlubsan. Çünki sən tövhid deyə bir anlayışın yoxdur, tövhid deyə bir dərdin yoxdur, tövhid deyə bir dəvətin yoxdur. Hansı birinizə baxırsan, dünyanın harasında olursa olsun, ancaq insanları təfriqəyə salmaq, qarşı durmaya çəkmək, bölmək, parçalamaq, düşmənçilik, lənət oxumaq, söymək, yalan danışmaq, təqiyyə eləmək, ancaq bunlara da dəvət edirsiniz. Özünü qılıncından paralamaq, parçalamaq, uşaqların alnını qılıncından yarmaq, qanını tökmək, qurşaqdan yuxarı çırpaq, özünü döyə-döyə, qışqıra-qışqıra, rəqs eləyib, əcaib hərəkətlər eləmək, belə şeylərə dəvət edirsiniz. Dəvətiniz budur. Yəni, siz özünüz bunları yayırsınız. Siz yayırsınız, biz nə bilirik ki, Kərbəlanın hansı küçəsində kim nə eləyir? Özünüz yayırsınız. Öz yaydığınız şeylərdir. Yəni, yüzlərlə, minlərlə kişi qurşaqdan yuxarı soyunub, yəni, atlanıb düşərək Hüseyin deyir. Yəni, bu, siz yayırsınız, biz yaymırıq ki bunu. Bəsim Kərbəlayı orada ağzına gələn küfürləri, şirkləri danışır. Hətta bəzi şiə alimləri özü onu alənən, sarahətən təkfir etdi o dediyi sözlərə görə. Bunu yayanlar sizlərsiniz, milyonlarla izləyənlər sizlərsiniz. Bizlər deyilik. Siz zaten başdan məğlubsunuz. Məsələ məğlub-qalib məsələsi deyil. Məsələ sənin gedib, burada yalandan deməyindir. Yəni, fəxr eləyirmiş ki, mən müştərə demişdim ki, Ayşə cəhənnəmdədir. Yəni, birincisi, bunu demək küfürdür, bunu deyən də kafirdir. Onunla fəxr edirsən, bu nə fəxirdir? Özün orada deyirdin ki, Əli radiyallahu anh sağ olanda, o ayət-i kərimə eynəndə Ayşə möminlərin anasıdır. Allah subhanahu deyəndə ki, azvacuhum ummahatuhum, Ayşə namız da orada daxildir. Demək ki, İmam Əlinin də anasıydı o zaman. İmam Əlinin anasına mı söyürsünüz? Sən İmam Əlinin olmuşum. Çünki məsələn dedilər ki, belə-belə. Qaydım dedim ki, okey, Allah uzaq eləsin, əstəğfurullah. Xanım Ayşəni bu iddiamlandırırsan, düz dedi, bəli. Dedim, Quranda ayə də var da, Peyğəmbər özü möminlərin anasıdır. Tutaq ki, bu öz dövrünə aiddir, bizim etiqada görə. Okey, həmən vaxtda İmam Əli mömin idi, deyir mömindir. Dedim, İmam Əli mömin olduğuna görə, Quran ayəsi hüccətliyinə görə, İmam Əli əleyhissalamın anası sayılır, dedi sayılır. Dedim, insan İmam Əli əleyhissalamın niyə anasını təkdir edirsən, axı sən şiyəsən? Deyirlər, sən sünni olmuşsan. Qardaş, mən sünni olmamışam. Anasına mı həqarət edirsən? İmam Əlinin anasına mı sən cəhənnəm əhli deyirsən? İmam Əli harada deyib onu? Cəhənnəm əhlidir deyə. Bu budur sənin etiqadın, bu budur sənin inancın. Və bunu sən mənə demədiyin halda yalandan deyirsən, fəxr edirmişsən, belə fəxarət hissi ilə qeyd edirsən bunu. Utanmadın bunlar danışanda, bilmirsən, yalan danışırsan. Yazılıb da bu. Gətirib qoyacaq sənin qabağına, əgər gəlsə, üzə gəlməyə cürətin varsa, nə deyəcəksən? Özünə hörmətin yoxdur, səndən bu aydın oldu. İnsan heç olmasa ağzından çıxan sözə dəyər verər, hörmət eləyər.
Və orada da iddia eləyirsən ki, mənim sualıma cavab vermədi. Sən deyil, sənin 100 mislin, 10.000 mislin, milyon mislin də gəlsə, biz heç bir sualdan qorxmuruq, Allah'a həmd olsun. Ya da sualdan yayınmırıq. Sualdan yayınmaq deyil. Sənin alimlərimin küfr etdiyi bu Quran-ı Kərim var, ha. Bax bu. Bu sənin bu alimlərimin, bunun başçılığı ilə küfr etdiyi bu Quran-ı Kərim var. Bunun ayətlərinə söykənərək mən bunu deyirəm. Sənin burada bir alimin var, Tabərsi. Şəklində göstərim, gör. Şəklini də qoyublar kitaba. Bax. Bax, bu kafir. Bax, bu kafir var, Tabərsi kafir. Bax, bu kafirin bu kitabıyla küfr etdiyi Quran-ı Kərim, biz müsəlmanların iman etdiyi Quran-ı Kərim bizə bax nə deyir. Bax nə deyir bizə. يَوْمَ يَجْمَعُ اللّٰهُ الرُّسُلَ فَيَقُولُ مَاذَا اُجِبْتُمْ O gün Allah Rasulları toplayacaq və deyəcək ki, nəyi ilə icabət edildiniz? Sizə nəyi ilə icabət edildi? قَالُوا لَا عِلْمَ لَنَا اِنَّكَ أَنْتَ عَلَّامُ الْغُيُوبِ Dedilər ki, bizim heç bir elmimiz yoxdur bu arada. Şübhəsiz ki, sən məhzsən, qeybləri bilənsən. مَاذَا اُجِبْتُمْ Rasullar haqqında gəlib sualı. يَوْمَ يَجْمَعُ اللّٰهُ الرُّسُلَ O gün Allah Rasulları toplayacaq. Sizin küfr etdiyiniz Rasullar var. Öz imamlarınızdan, sözdə uydurduğunuz imamlardan aşağı mərtəbəyə saldığınız Rasullar var. Onlar üçün gəlib ayət. İmamlar yoxdur burada. يَوْمَ يَجْمَعُ اللّٰهُ الرُّسُلَ فَيَقُولُ مَاذَا اُجِبْتُمْ O gün Allah Rasulları toplayacaq və onlardan soruşacaq. Nə ilə icabət edildiniz? Mən bu sualın dərdindəyəm. Rasullara nə ilə icabət etmişəm, onun dərdindəyəm. Məni o maraqlandırır. Sonra yenə Rəbbimizin kitabında sənin bu kafir alimin küfr etdiyi bu Quran-ı Kərimdə Allah Subhanahu taala deyir. Və yevme yunadihim feyekul mâzâ ecebtumul murselin. O gün o onlara səslənəcək və deyəcək ki, Rasullara nə ilə icabət etdiniz? Sual. Mâzâ ecebtumul murselin. Budur sual. Sənin kimiləri bu suallar qətiyyən narahat etmir. Çünki siz uydurmuşsunuz ki, sən əli şiyəsi ol, nə qədər günahın olsa, əli sənə üçün şəfaətçi olacaq. Uydurmuşsunuz axı. Ona görə başqalarını aldadırsınız. Cəmaatı diri-götü cəhənnəmə sürüklüyorsunuz. Diri-götü cəhənnəmə dəvət edirsiniz. Və yevmə yunadihim fəyəqulu məzə əcəbtumul murselin fəamiyyət aleyhimul ənbə'u yevmə idin fəhum la yetəsəlun. Fəamiyyət aleyhimul ənbə. Sənin kimi insanlar var ha. Bax onlar üçün bütün xəbərlər qapanacaq o gün. Fəhum la yetəsəlun. Onlar bir-birlərindən də soruşmayacaqlar. Amma gör qurtuluş kimədir? Fəəmmə mən təbə və əmənə və əminə salihən fəəsə ən yəkunə minəl muflihin. O kimsə ki, tövbə edib, iman gətirib və salih əməl işləyib, ola bilsin ki, umulur ki, o qurtulanlardan olsun. Sən də tövbə et, iman et və salih əməl işlə ki, bəlkə qurtulanlardan olasan. Allahın kitabına küfr edirsiniz. Allahın Rasuluna küfr edirsiniz. Rasullarına küfr edirsiniz. Rasulların zövcələrinə küfr edirsiniz. Allahın Quranına küfr edirsiniz. Hələ bir bunları fəxr edirsiniz. Öyünürsünüz. Bu da sənin alimin. 8 dənə öndə qaynaq kitabınızdan biri Vasail-i Şiə kitabının müəllifi Nuri Tabərsi. Bunun kitabıdır. Bax, bu qalınlığında kitab yazıb. Adına bax. Faslul xitabi fi itbati təhrifi kitabi Rabbil ərbab. Rəbbinin kitabının təhrifinin ispat olunmasında ayrıcı bir xitab. Qəti bir söz. Fi itbati təhrifi kitabi Rabbil ərbab. Utanmadan bu adı da qoyub. Utanmadan. Alçaqcasına bu adı qoyub. Hələ bax. 2021-də çap olunub. Livanda. ICBN nömrəsinə qədər bu kitabı özləri qoyublar. $11, 17 sentə satılır. Satırlar bu kitabı. Pəhpəhlə çap eləyiblər. Həmin o kitabın 115-ci səhifəsində bu Tabərsi kafirin özünün müqəddiməsidir. Hədə kitabun latifun və sifrun şərifun. Bu lətif bir kitabdır və şərəfli bir kitabdır. Əmiltuhu fi ifbati təhrifil Qur'ani.
Amiltuhu fi ithbati tahrifil Qur'ani. Onu Kur'an-ı Kerim'in təhrifinin ispatı üçün əməl etmişəm, toplamışam, yazmışam, təlif etmişəm. Və fallaihi əhlil cəvri və l'udvani və səmmeytuhu faslal xitab li təhrifi kitab Rabbil ərbab. Və zülm əhlinin və düşmənçilik əhlinin biabıçılıqlarını ortaya çıxarmaq üçün. Amiltuhu fi ithbati təhrifil Qur'ani. Belə də deyir. Bu kitabın 516-cı səhifəsində Kur'an-ı Kerim'in hakkında danışarken deyir ki وَالَّذِي يَدُلَّ عَلَى ذَٰلِكَ اُمُورٌ Buna delalet eyləyən bir çox işlərdir deyir. Əl-əvvəl birincisi qavluhu Teala وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللّٰهِ لَوَجَدَ فِيهِ اِخْتِلَافًا كَثِيرًا Nisa surəsi 82-ci ayət kəriməni gətirir ki, əgər Allah ondan başqasından olsaydı, onda çoxlu ixtilaflar görərdilər. فَإِنَّ الْاِخْتِلَافَ فِيهِ كَمَا يَصْدُقُ عَلَى اِخْتِلَافِ الْمَعْنَى وَتَنَاقُضِهِ Şübhəsiz ki, onda ixtilaf etmək necə ki, mənanın ixtilafında, mənanın fərqliliyində və onun bir-birinə zid gəlməsində olur. Kənəfihi mərratan və ithbətihi uxra kədəlik. Yəni bir dəfə nəf etməsi, bir dəfə isə də, başqa bir dəfə isə də ispat etməsi kimi. Və alə ixtilafın nazmi. Həmçinin də kitabın nazmının fərqli olmasında da ixtilaf vaqi olur. Kəfəsahəti bə'də fəqaratihə əl-bəliğəti həddəl-i'caz. Necə ki, onun bəzi hissələrinin çox fasih olması hətta insanı aciz qoyacaq, yəni möcüzə olacaq qədər fasih olması və səxafəti bə'dəhəl-uxra. Və başqa bir qisminin də səxafəti olması. Səxafə bizim belə aptallıq, saçmalıq, türklərin tərcüməsinə baxıram, bizim belə çevirə bilmirəm o kəlməni mən. Yəni dəlilik, axmaqlıq, anlamsızlıq, mənasızlıq, cəfəngiyat. Bu deyir, sənin alimin deyir. Hansı biriniz çıxıb bunun kitabını da nəfi etmişsiniz? Hansı bir kitabı demişsə, bu kitab küfürdür. Bu kitabın hər kəlməsi küfürdür. Bunu oxumayın. Biz bu kitabdan bəriyik, kitabı yazandan bəriyik, onun bütün kitablarından bəriyik. Nə vaxt demişsiniz? Müsadirkov və s. oxumursunuz siz ya. Qaynaq olaraq istifadə eləmişsiniz mi kitabdan? 8 dənə qaynaq kitabımızdan biridir. Bu kitabla küfr etdiyiniz bu Kur'an-ı Kerim mənə bunu deyir. Mən deyirəm ki, mən onlardan soruşulmayacağım. Orada da ayət kəlməndə etdim. Tilkə ümmetun qad xələt ləhə mə kəsəbət və ləkum mə kəsəbtum və lə tüsəlunə həmmə kənu ya'malun. O bir ümmətdir, gəlmiş keçmişdir. Onun qazandığı ona, sizin qazandığınız sizədir. Siz onların etdiyi əməllərdən soruşulmayacaqsınız. Gətir bu kitabdan mənə dəlil ki, mən soruşacağım Muaviyə niyə belirlədi, Əli niyə belirlədi. Gətir mənə dəlil. Bəyən bu cavabdan qaçmaqdır. Sən özünün nə sayırsan ki, mən sənin yanında 100.000 dənə sənin kimisi də olsa, mən 1 milligram yerimdən satmaram. Yəni, sən nəsən ki, mən sənin sualından qaçım? Mənim sualıma cavab vermədi. Sənin xəbərin yoxdur ki, sən o sualı mənə verəndən 3 ay qabaq, mən ondan bağlı 4 dənə video yazmışdım. O qədər elm məsələlər zikr etmişdim. Sən ondan öyle xəbərin yoxdur. Bəlkə də var, yalandan danışırsan. Hər üçün həqiqətən yalan danışmaq 2 vur 2'dir. Mən deyirəm ki, sən o da deyirəm, mənə bu sualı niyə verirsən? Mən bəyəm sorumluyam ondan. Mən bundan danışıram. Yoxsa illa cavabını bilmək istəyirsən, elhamdülillah. Sənə cavab maraqlı deyil. Əslində, sənin məqsədin güya, bundan əvvəl də bəzilərinə qarşı eləmişsən, elə bilsən ki, mən də onlar kimiyəm. Deyəsən ki, hə, mən qalib gəldim ki, sən belə xoruz döyüşləmə hesab edirsən bu məsələləri. Cavansan, hələ beynin qandır, bilmirsən, dünya necə uzaqdır. Elə deyil. Məsələ elə deyil. Məsələ budur. Sizin üzərində olduğunuz şeyin bir qismi budur. Hələ başqa müsibətlər də var. Onların hamısını bir-bir oxuyacağım inşallah. Hamısını bu günə qədər bəyan etmişəm. Bundan sonra Allah'ın izniyle bəyan edəcəm. Budur məsələ. Allah Subhanahu taalanın ayətləridir. Biz buna iman etmişik. Sizin küfr etdiyiniz bu Kur'an-ı Kerimə, sizin təhrif olunub 18.000 ayət idi dediyiniz bu kitaba, alıb ki bugün 6200'dan artıq ayət var burada. Yəni 3'te 2'si ortada yoxdur. Mehdinin yanında gizlidir. Mehdi sədabada gizlənir. Din dediğimiz budur. Öz sözlərimizdir. Sizin küfr etdiyiniz bu Kur'an-ı Kerimə biz iman etmişik. Müslümanlar buna iman edirlər. Bu kitab elhamdülillah bunu deyir bizə. Ona görə mən bu şeydən arxasına düşmürəm. Mən ondan sorumlu deyiləm. İlla bilgi olaraq bilmək istəyəcəm, mən sənə deyəcəm.
Allahın izniyle. Sen burada yani bu kitabı bunun üstüne koymak istemiyorum. Yani bu küfür, bu rezalet, rezillik dolu bu kitabı üstüne koymak istemiyorum. Bir de deyirsən ki, Sahih Buxarıdakı hədisə zəifdir. Sən nə bilirsən səhih nədir? Sən hardan bilirsən? Sən nə bilirsən Sahih Buxarının olan şey? Burada Sahih Buxarı açmısan. Sən Buxarı tanıyırsan. Bilirsən Buxarının səhih kitabı nə deməkdir? Nətər yazılıb, üslubu nədir, usulü nədir, qaydası nədir? Sən xəbərin var onun ümumiyyətlə. Sən öz kitablarını bilmirsən. Sən öz kitablarından xəbərin yoxdur. Nəinki İmam Buxarının səhihi olsun. Bir kitabın adının səhih olması deməkdir ki, o da yazılan hədislərin hamısı səhihdir. Bunu uşaqdan böyüyə hər kəs bilir. Lakin insanlar üçün zamanında mən bunu bəyan etmişəm, 5-6 ildən qabaq bəyan etmişəm, yenə bir daha bəyan olsun deyə aslında İmam Müslimin səhihini, İmam Müslimin səhihidir bu. Burada İmam Müslimin öz müqəddiməsinə yazdığı, öz kitabına yazdığı müqəddiməni sana oxuyuram. Elə ilk səhifədə deyir ki, "Thumma inna inşaallahu mubtadi'una fi təxric ma sa'alta və ta'lifihi." Sonra deyir Allahın izni ilə biz sənin istədiyin şeylərin təxricini və təlifinə başlayırıq. Ala şəritatin sawfa azkuruha. Yəni şərtlərə görə irəlidə zikr edilən şərtlər üzərində. Və huwa enne, o şərtlər də nədir? Enne na'midu ilə cümlətin mə usnidə minəl əxbari an Rasulillahi sallallahu aleyhi və səlləmə fənəqsimuhə alə tələtəti əqsam. O şərtdə nədir? Biz Rasulullah sallallahu aleyhi və səlləmdən nəql olunan xəbərlərdən bir qisminə yönəlirik, bir çoxluğuna yönəlirik. Fənəqsimuhə alə tələtəti əqsam. O xəbərləri də 3 qismə bölürük. Və thələti tabaqatin minən nasi alə qeyri tikrar. Və təkrar etmədən də insanlardan 3 təbəqəyə yönəlirik. İllə ən yətiyə mavdi'un la yustəğnə fihi an tərdədi hadisin fihi ziyadətun ma'na. Ancaq o yerlər istisnadır ki, orada hədisdə əlavə bir, ziyadə bir məna olduğundan dolayı bu hədisi yenidən zikr etmək lazımdır. Əv isnadun yaqa'u ilə cəmbi isnadin. Və yaxud da bir isnad var ki, bir isnadın yanında olur. Li'illətin təkunu hunəkə. Və orada bir illət vardır. İllət nədir bilirsən mi? İllət siqa ravilərin hədislərində olan və hər hədis alimin belə baxanda görmədiyi zəiflik səbəbidir. Siqa ravilərin hədislərində vaqi olan, hətta mən hədis alimlər deyirəm, sənin kimlərini demirəm. Hər hədis aliminin belə baxanda görmədiyi zəiflik səbəbidir, yəni gizli qüsurdur. Ondan xəbər İmam Müslim özü deyir bunu. Deyir ki, fəəmməl qismul əvvəlu, birinci qismə gəldikdə, fəinnə nətəvəxə ən nuqaddiməl əxbarəlləti hiyə əsləmə minəl uyubi min qayrihə. Biz deyir, artıq nə edirik, yəni niyyətlənirik, yönəlirik ki, o xəbərləri birinci olaraq zikr eləyək ki, o digərlərinə nəzərən eyiblərdən daha sağlamdır. Və ənqa min ən yəkuna naqiluha əhlə istiqamətin fil hədis. Və daha təmizdir, daha pakdır. Belə ki, onu nəql edənlər hədisdə istiqamət əhlidirlər və itqanən limə nəqalu. Və nəql etdiyi şeylərdə də itqan sahibləridirlər. Ləm yucad fi rivayətihim ixtilafun şədid. Və onların rivayətlərində də şiddətli ixtilaf yoxdur. İlə axiri qavli. Birinci qism budur. İmam Müslim bu kitabda aldığı hədislərin 3 qismi olduğunu deyir, bir qismini zikr etdi. فإذا نحن تقصينا أخبار هذا الصنف من الناس. Deyir ki, biz insanlardan olan bu sinifin xəbərlərini bitirdikdən sonra ətba'naha əxbaran yaqa'u fi asanidiha ba'du man laysa bil mawsuf bil hifz vel itqan. Kəs-sinf el-muqaddami qablahu. Bu birinci qismin arxasınca başqa hədislərə, xəbərlərə yönəlirik ki, onların isnadlarında bundan öncə izlik olan insanlar kimi hifz və itqanla vəsf olunan insanlar kimi deyirlər.
على أنهم وإن كانوا فيما وصفنا دونهم فإن اسم الستر والصدق والتعاطي العلمي يشملهم. Yani bunlar öndekiler seviyesinde olmasa da həya, sıdq və elm qazanmaq, elm için çok çalışmaq və bu şeyler bunları ahət edir ki, Ata ibn Sa'ib ve Yazid ibn Abi Ziyad ve Leys ibn Abi Süleym ve adrabihim min hammalil athar. Ata ibn Sa'ib gibi. Sen Ata ibn Sa'ib'i tanıyorsan mı? Yani bilirsen ki onun durumu nedir? Niye bunu zikredir İmam Müslim burada? Bunlar hifzde, itkanda, sabt olmakta vesaire az önce zikr olunan insanlar, sınıfçılar onlardan aşağıdadırlar. Bu ikinci kısımdır. Ve sonra bir sayfa sonra deyir ki ve qad şərəxna biz şərh etdik ve deyir ki وسنزيد إن شاء الله تعالى شرحا وإيضاحا في مواضع من الكتاب عند ذكر الأخبار المعللة. Deyir ki, inşallah Teala bu kitapta bazı yerlerde illətli xəbərləri zikr edərkən daha şərhi və izahı daha artıq, daha çox edəcəyik. İndə zikril əxbaril muallələti, illətli xəbərləri zikr edərkən, yəni zəif xəbərləri zikr edərkən. İmam Müslimin səhihine aldığı hədislər 3 qismdir, öz dediyi iləndir. Birincisi, lil-ihticac, hüccət gətirmək, dəlil gətirmək üçün. İkincisi, lil-şahid, yəni şahid olarak dediği kimi Ata ibn Sa'ib kimi, Yazid ibn Abi Ziyad kimi, Leyth ibn Abi Süleym kimi şahid olarak gətirilen rivayətlər və üçüncüsü də li-bəyanil illə, illətinin bəyanı üçün. Biz bunu bilirik. Səni çəkdin, özünə əhl-i sünnət deyib sənin nağılda olanların çoxunun heç bu kitabın müqəddiməsində xəbərləri yoxdur. Çünki oxumaq əhli deyirlər, elm əhli deyirlər, oxumurlar. İmam Buxari də eyni şəkildədir. Eyni üslubdadır. Yəni kitabında verdiyi xəbərlərdə zaten onun izlədiyi metodda bir hədisi mərfu olaraq verir, sonra məvquf olaraq gətirir və yaxud arxasında başqa bir şey dikilir və s. və s. Hamısı illətinin bəyanı üçündür. Harada illət varsa onu bəyan edir. Sənin istidlal etməyə çalışdığın Ammar ibn Yasir hədisi ki var, həmin hədis İmam Buxarinin səhihində 2 yerdə keçir. Ki o barada alimlərin də sözlərini oxuyacağım zaten inşallah. Alim deyəndə belələrindən danışmırıq. Allahın kitabına küfr edən, Allahın Quranı Kərimi təhrif olunub deyən və s. Onlardan danışmırıq. Allahın kitabına iman gətirən, onunla yaşayan, onunla əməl edən, sünnətə boyun əyən, Allah və Rasuluna itaat eləyən, ittiba eləyən alimlərdən danışırıq. Bu İmam Buxarinin səhihidir. Darut Tahsil yayın evinin çapıdır. 3-cü cilddir. 3-cü cilddə bu namaz kitabıdır. Daha doğrusu estağfurullah. Yox, 1-ci cilddə namaz kitabında. İşte cihad kitabında gəlib o rivayət. 1-ci cilddə namaz kitabında Darut Tahsil yayın evinin çap elədiyi bu Sahih Buxari nüsxəsi ki var, bilgin olsun. Yəni bütün yaxınlaşdırıb baxa bilərsən bəlkə. Bax burada aşağıda hansı nüsxələrdə nə fərqliliklər var, nə dəyişikliklər var, nə düşüb, nə yanlış yazılıb və s. Hərif fərqinə qədər bunu hamısını qeyd edilir. Çünki bütün nüsxələri, bütün əl yazma nüsxələri, sanki onlar çap olunmayıb. Sizin chat GPT-viz, Google-un ondan xəbəri yoxdur. Çünki internetə oturdurmuyor bunlar. İnternetə qoyulmuyor. Məhdud nüsxələrdir. Onların hamısını toplayıb müqarənə eləyiblər. Və burada bu yayın evinin çap elədiyi Sahih Buxari nüsxəsində 451 nömrəli hədisdir. حدثنا مسدد قال حدثنا عبد العزيز ابن مختار قال حدثنا خالد الحذاء عن إكرمة قال لي ابن عباس ولابنه علي انطلقا إلى أبي سعيد فاسمع من حديثه. İsnadını verir İmam Buxari. Deyir ki bizə Musaddad danışdı. Dedi ki bizə Abdülaziz ibn Muxtar danışdı. Dedi ki bizə Xalid el-Hazza danışdı. İkrimədən. Zaten 3-4 ay önce sen ağızda, sen zihinde olan o özüne əsr sünnət deyən o insana cavab verərkən bunu mən geniş danışıram. Sən Xalid el-Hazzanı tanımırsan, bilmirsən onun durumu nədir. İkriməni heç tanımırsan. Mevla İbn Abbas. Bu ikisi problemdir bu isnadda zaten. Və
Böyle həmin bildiğin Ammar hədisidir. Deyir ki, Veyha Ammar taktuluhul fiyatul bağiyə. Üstünə bunun dipnot koyup 8 nömrə, 8'də deyir. Qavluhu taktuluhul fiyatul bağiyə saqitun ində Əbi Zərrin vəl-Useyli. Deyir ki, bu söz ki var, onu bağı bir topluluq öldürəcək. Əbu Zərrin və Useylinin rivayətində bu yoxdur. Bu cümlə yoxdur. Olsa da olmasa da zaten bu isnad zəifdir, səhih deyil. Ama məsələ budur ki, bu cümlə burada İmam Buxari bu cümlənin səhihini almayıb. 2 nüsxə bu rivayət edənlər bunu nəql eləməyiblər. Özləri bunu deyirlər. Baxa bilərsən, Darut Tahsil yayın evinin. Bu 1-ci cilddə, namaz kitabında 451 nömrəli hədis. 3-cü cilddə Kitabul Cihad və Siyar. Orada isə Bəbu məshəl qubari anin nasi fis-səbil. Yəni Allah yolunda insanların üzərindən torpağı, toz torpağı silmək babıdır. Orada deyir ki, Həddəsənə İbrahim ibn Musa, əxbərənə Abdülvahhab, Həddəsənə Xalid, an İkrimətə, ənə ibn Abbasin, qalə ləhu və li Ali ibn Abdillah. Deyir ki, bizə İbrahim ibn Musa danışdı, bizə Abdülvahhab xəbər verdi, bizə Xalid danışdı İkrimədən. Eyni adamlardır. Yəni bu hədisin mədarı burada Xalidlə İkrimənin üzərindədir. O rivayətdə də burada da. Xaliddə də zəiflik var, İkrimədə də daha çox problem var İbn Abbasın rivayətlərində. Burada da həmin yəni cümlə taktuluhul fiyatul bağiyə yenə burada 10 nömrəli dipnot qoyur. Deyir ki, qavluhu taktuluhul fiyatul bağiyəti Ammar leysə ində Əbi Zər. Deyir, Əbu Zərdə yoxdur. Bu yerində belə bu cümləni Əbu Zərin rivayətində verməyiblər. Yoxdur orada. Hələ bunun daha da izahı gələdək ki, niyə belə fərqli var və s. Onu inşallah oxuyacam Allah'ın izniyle. Bu Darut Tahsil yayın evinin çap elədiyi Sahih Buxarıda bunların verdiği bilgidir. O isə Dərr Beytü's Sünnə yayın evinin çap elədiyi Sahih Buxarıdır. Onu da açıram 1-ci cildini, həmin yerə gəlirəm. İmam Buxari Kitab-ı Salatda namaz kitabında Bəbu Taavuni fi bina'il məscid. Məscid inşa edərkən bir-birinə yardım etmək. Həmin babda bu rivayəti verib, bayaq oxuduğum rivayət. Dərr Beytü's Sünnə çapında da 447 nömrəli hədisdir. Və burada da həmin cümlənin axırında üstündə 11 nömrəli dipnot qoyur və deyir. Qavluhu taktuluhul fiyatul bağiyə leysə fi rivayət Əbi Zərrin vəl-Useyli. Eyni şey deyirlər. Əbu Zər və Useylinin rivayətində yoxdur. Gördün? Eyni şey deyirlər. Bunlar təhqiq əhlidir. Sənin kimi üzdən gedənlər deyirlər. Həmin kitabın 3-cü cildində yenə burada da Kitab-ı Cihad və Siyarda Bəbu məshəl qubari eyni babdan innəsi fis-səbil. Orada da bu çapda da 2812 nömrəli rivayətdir. Eyni isnaddır. Yenə onun həmin cümlənin üstündə 2 nömrəli dipnot qoyublar və burada deyir ki 2 nömrədə Qavluhu taktuluhu fiyatul bağiyətu leysə fi rivayəti Əbi Zərrin və lə fi rivayəti Kərimə. Kərimə bint Əhməd Əl-Marvaziyyə onu deyir. Əbu Zər və Kərimənin rivayətində yoxdur bu cümlə. Xəbərin oldu indi. Bunu oxuduq. Bundan inşallah ki çatıb sənə. Ümid eləyirəm. Və yaxud da ki kim haqq istəyirsə onlar gördülər, dinlədilər. İnşallah ki gelib baxa bilərlər. Gələ indi sən zehniyyətdə, sən ağızda olan adama zaten geniş cavab vermişəm. Bir daha xatırlatma olsun deyə Ammar hadisi haqqında ümumiyyətlə birə qədər biraz geniş məlumat verəcəm. İsnad yönündən, mətin yönündən və s. Ümumiyyətlə bilgi olaraq deyim ki, elm əhlindən bəziləri zikr ediblər ki, rafizələrin uydurduqları hədislərin sayı 300 min civarındadır. 300 min. İbn-i Qayyim El-Mənarul Munif Fis-Sahih və-Daif kitabında səhifə 116-da deyir ki, Qaləl Hafız Əbu Ya'ləl Xalili fi Kitabil İrşad. Deyir, Hafız Əbu Ya'ləl Xalili İrşad kitabında dedi. Və vədaətir rafidatu fi fadaili Aliyin radiyallahu anhu və əhlil beyti nəhvə 300.000 hədid.
Deyir ki, Rafizilər Əli radiyallahu anh və Əhl-i Beytin fəzilətlərinə dair 300.000 civarında hədis öldürüblər. Bu da işte uzaq bir ehtimal deyil. Yani bu tayfaların istinad ettiği rivayetler 3 kısımda, bir kısmı uydurmadı. Hak buna işare ettik. İkincisi, ma naqadahul huffadul mutakaddimun ve kavluhum huvel mu'temed. Ki hadisi kilabil havab el-munkar. Bir kısım da mütekaddim olan, yani bu işin ehli olan, ravilere bizzat özleri inceleyen alimler, mütekaddim alimlerin tənkid etdiyi, zəif olduğunu dediği rivayətləri ki, bu məsələdə onların söz etimadı olunan, onların sonra gələnlər onlara zaten əyaldır. Onların bilmədiyini onlar bilə bilməzlər. Çünki onlar özləri bizzat ravilərin halını incələyiblər. Məsələn ki, Kilab-ül Havab hədisi vardır, Ayşə namız haqqında, bu da münkar hədisi kimi. El-qism-ı səlis, üçüncü nədir? Mə sərrəhan nuqqatul qudamə bi za'fi cəmi'i turukihi 28. Məsələn, deyir ki, bu Ammar hadisinin də İmam Əhmədin sözü var, deyir, 28 dənə tariqi var, heç biri səhih deyil. Heç biri səhih deyil. Və bəyan edilir ki, bu firqələrin istinad etdiyi bu şeylərin heç bir sabit əsli yoxdur. Nə onların, nə rivayət yönündə, nə dirayət yönündə, nə onların hər hansı bir siyasi haqların olması və s. və s. və s. bu haqlarının olmasına dəlalət edən heç bir şey yoxdur bu rivayətlərdə. Ya uydurmadır, ya da zəifdir. Və bu Ammar hədisi ki var, inşallah sənə bəyan edəcəm ki, yəni bu bəhs mənim bəhsim deyil. Mən əvvəl onu zaten növbədə geniş danışmışam. Bu bir elm əhlindən birisinin bəhsidir, yəni araşdırmasıdır. Oradan ixtisarla oxuyuram. Deyir ki, "Səvbəyyinu ləkəl-ən hadithəl fi'ətil bəğiyyəti və mən da'afahu minəl-huffaz kəl-Buxari və Əhməd ibn Ma'in və qeyrihim və rəhmətullahi aleyhim əcmaîn." Deyir ki, indi mən sənə bu fi'ətul bəğiyyə hədisi ki var, Ammar radiyallahu anh öldürülməsi ilə bağlı. Və onu hafizlərdən kim zəifləşdirmişdir? İmam Buxari, Əhməd, İbn Ma'in və digərlərini, onları bəyan edəcəm. İmam Müslimin rivayətinə gəldikdə isə müqəddiməsini oxudum. İllətinin bəyanı üçün zikr etmişdir. Və burada hakim belə dedi filan bəsməkan, o heç bir önəmi yoxdur. Çünki hakim bu işin əhli deyil. Hakim zaten sonradan gəlmədi və hakimin özü də şiəliklə itham olunmuş birisidir. Və nə qədər şiəliyə bağlı olmasın, şiəli mövzusunda olmasın, nə qədər uydurma rivayətlərin səhihləşdirilməsindən məşğul olub. Yəni onu da biz elm əhli bunu bilir. İmam Buxarinin həmin o cümlə var, "Taqtuluhul fi'atul bəğiyyə", həmin cümləni tərk etməsinə. Rivayətləri oxudum, gördüm. Və hafizlər də bu cümlənin Səhih Buxarıda olmadığını bəyan ediblər. Bir-birinin ardınca bəyan ediblər və iki səhihin arasını cəm edən Hümeydi kimi alim də, ondan başqaları da bu cümlənin o nüsxədə olmadığını, yəni İmam Buxarinin səhihində olmadığını deyiblər. Bəzi o qədimdə bilirsiniz çap deyilən bir şey yoxdur. Əl yazısı ilə çoxaldırıldı kitablar. Bəzi nüsxalar, yəni o nüsxə atırıb çoxalan insanlar bu cümləni, yəni haşiyədə olub bu cümlə, yəni haşiyə yazanlar qoyublar ora o cümləni. Çünki bunun hədisinin bəzi rivayətlərində var. Dediyimiz İmam Müslim rivayət elədiyi şeydə var. İmam Müslim onun illətinin bəyanı üçün deyil. İmam Buxari həmin cümləni ona verməyib. Və yəni hafizlər, elm əhli bunu bəyan edirlər. Məsələn, Muhalləbin sahihi olan talxisində bəyan etdiyi kimi, İbn Battalın Buxari şərhində etdiyi kimi, həmçində Beyhaqi də bunu deyir və deyir ki, ورواه البخاري في الصحيح عن مسدد عن عبد العزيز إلا أنه لم يذكر قوله تقتله الفئة الباقية. Onu İmam Buxari səhihdə rivayət etmişdir. Musaddadın Abdülazizdən isnadını oxuduq. Lakin deyir bu var ki, onu bağı bir topluluq öldürəcək cümləsini sözünü zikr etməmişdir. Dəlail-i Nübuvvəyə baxa bilərsiniz, 2-ci cild 546. Və həmçinin Dəlail-i Nübuvvədə həmin ondan 2 səhifə sonra deyir ki, وَكَأَنَّهُ إِنَّمَا تَرَكَهَا لِمُخَالَفَةِ أَبِي نَضْرَةَ عَنْ أَبِي سَعِيدٍ إِكْرِمَةَ فِي ذَلِكَ. Deyir, sanki o onu Əbu Nadranın Əbu Saiddən verdiyi rivayətlə İkriməyə müxalifət etməsinə görə tərk etmişdir. Həmin kitabda 2-ci cild 548-ə baxa bilərsən. Eyni şəkildə Busiri deyir ki,
Ravahu Abu Davud el-Tayalisi ve Musaddad ve lafzu lahu ve Ahmed ibn Hanbel ve huve fi's-sahihi bi gayri hada'l lafz. Deyir ki, Abu Davud el-Tayalisi ve Musaddad rivayet etmiş ve lafz da onundur ve Ahmed ibn Hanbel de bu da deyir sahihler, yani Bukhari'de deyir bi gayri hada'l lafzı, bu lafz olmadan, yani hem cümle olmadan. İthaful Khiyaratil Meharati Bizavaidil Mekanidil Aşara kitabında 8. cilt 10'a bakabilirsin. Həmçinin İbnül Əsir bu ziyadəni inkar etmiştir. Və deyir ki, və ənə hunəkə mən havələ idxaləha fi sahih Bukhari. Və deyir ki, bəziləri var ki, yəni təşəbbüs göstəriblər ki, həmin o ziyadəni Bukhariyə daxil etsinlər və ediblər. Deyir ki, həmin kitabda, Cami Rüsulda 9. cilt 45'te deyir ki, qultu ənə, mən deyirəm ki, vəlləzi qara'tuhu fi kitabil Bukhari min tariq Əbil Vaqt Əbil Vaqt Abdül Əvvələ Əs-Səczi rahimehullah minən nusxətilləti qara'tu aleyhi. Deyir ki, mənim Əbul Vaqt ki var, Abdül Əvvəl, İmam Buxarinin səhih rivayət edilənlərdən biri. Deyir, mən onun özünə oxudum, deyir, Səhih Buxarini, Abdullah və Əbul Vaqt Əs-Sicci rəhmətullahi aleyh. Aleyhə xattuhu, onun özünün xətti var, deyir orada. Əmmə fi mətnil kitab və bihədfi ziyadə. Deyir, kitabın mətninə gələndə, kitabın mətnində o ziyadə silinmişdir, yoxdur, ora qoymuyor. Fakat kətəbə fil həmişi hədihi ziyadətə. Haşiyədə bu ziyadəni yazmışdır. Və sahhaha aleyhə və cealaha fi cümlətil hadis. Və onu sahihləşdirərək onu hədisin cümləsindən etmişdir. Və ənəha min rivayətə bil vaxtı həkədə. O, Əbul Vaxtın rivayətində bu şəkildədir. Bi idafətihə iləl hadis. Hədisə izafə etməklə. Və zəlikə fi mavdu'ayni minəl kitab. O da kitabda 2 yerdədir. Bax, özü deyir, mən də bayaqda sənə oxudum, göstərdim. Əvvəluhuma fi bəbi təavuni fi binayil məscid min kitab-ı salah. Deyir ki, birincisi namaz kitabında məscid inşa etmək üçün yardımlaşmaq babı. Və thani fi babi məshil qubal, yəni nasi fis-sabil fi kitabil cihad. O da cihad kitabında Allah yolunda insanların üzərindən tozu silmək babında. Və ma ada hadihi nusxa fələm əcid ziyadətə fiyhə. Kəmə qaləhul Hümeydiyyə və mən qablahu vallahu aləm. Və bu nüsxədən başqasında mən bu ziyadəni deyə görmədim. Adamlar ərizmə nüsxələri oxuyurlar. O dönəmin insanlarıdır. Və deyir ki, nə də ki Hümeydi və ondan qabaqçılar bunu demişlərdi. Allahın doğrusunu bilir. Cami-ül Usul 9. cilt 45'e baxa bilərsin. Və İbn Həcər Əl-Əsqalanidə İmam Buxarinin illətlər elmində, yəni o diqqətini, dəqiqliyini, dərinliyini, yəni ona işarə edərək, bəyan edərək deyir, Fəthül Bariyə baxa bilərsən 1. cilt 543'də Əs-Sələfiyyə çapında. Deyir ki, فاقتصر البخاري على القدر الذي سمعه أبو سعيد من النبي صلى الله عليه وسلم دون غيره وهذا دال على دقة فهمه وتبحره في الاطلاع على علل الحديث. Deyir ki, İmam Buxari Abu Said'in Nebi sallallahu aleyhi ve sellem eşittiği kısmına onunla kifayətlənmişdir deyir, başqasını verməmişdir. Bu da onun fəhminin dərinliyinə, incəliyinə, onun hədis elmindəki, hədisdəki illətlər elminə dərin vaqif olmasına, hakim olmasına, bunda dənizlər qədər geniş elmə sahib olmasına dəalət edir. Budur məsələ. Yəni sən deyirsən ki, adı səhihdir ki, sən bilmədiyin şeyi danışırsan. Ona görə bu işin əhli bunlar da, bax bunlar nə deyirlər. Bunlar deməyib ki, kitabın adı səhihdirsə, vəssalam, içində onun hər şey səhih. Elə bir şey yoxdur. Sən heç bilmirsən ki, musannəf, kitabın adını niyə musannəf qoyurlar, niyə musnad qoyurlar, niyə əl-cami qoyurlar, niyə sünən qoyurlar, niyə mustaxraj qoyurlar, niyə müvatta qoyurlar, bunların mənası nədir, niyə bu adı belə qoyulur? Hərəsinin özünün mənası var. Kitabın təlif etmə yöntəminə, üsuluna görə ad verilir onlara. Tək sənə aid deyil bu, hamıya aiddir. Yəni, işin əhli olmayan deyirlər, kitabın adı səhihdir, nə olsun adı səhihdir? Yəni, ən azından düşünə bilmirsiniz, heç burada elimizdə düşünə bilmirsiniz ki, yəni İmam Buxari qarşına şərt qoyub ki, ancaq səhih hədis lazım, o da bir insandır, alarkən xəta eləyib. Bunu da düşünə bilmirsiniz. Məsələ budur. Burada yazan İmam Əhmədin də qovlu var, çoxlarının qovlu var. Məsələn, Əl-Cəmiyyəl Ulumul İmam Əhməd və Əl-Aqidə bölümü 4. cilt 558-ə məsələn. Xallal deyir ki, əxbaran İsmail ibn Fadıl
قال سمعت أبا أمية محمد بن إبراهيم يقول سمعت في حلقة أحمد بن حنبل ويحيى بن معين وأبا خيثمة والمعيتي ذكروا. İsnadını vererek deyir ki bir toplum yani bir elm dairəsində, elm halqasında Əhməd ibn Həmbəl, Yahya ibn Ma'in, Əbu Xaytəmə və Muaytini eşitdim. Taqtulu Ammaran Alfiyatul Baqiyə. Onu zikr etdilər və qalu ma fihi hadithun sahih. Deyirlər ki, onunla bağlı bir dənə səhih hədis yoxdur. Hətta davam edir, yəni Xəllal yenə isnad verərək deyir ki, Səmiyət Əhməd ibn Həmbəlin yəqul, ruziyə fi taqtul Ammaran Alfiyatul Baqiyə 28 hadithan leysə fihə hadithun sahih. Deyir ki, Əhməd ibn Həmbəli eşitdim, Ammarı bağı firqə öldürəcək deyə onunla bağlı 28 dənə hədis rivayət olunub, içində bir dənə də səhih hədis yoxdur. Budur məsələ. Biz bunu demişik, bunu çox bəyan etmişik, amma görə daha təfərrüatına getmək istəmirəm. Bu qədəri yetərlidir. Və burada bir şey də demək istəyirəm. Yəni, zaten hədis deyək ki, fərz eləyək səhihdir. Onun səhih olması sənə nə verir ki? Sən bundan nə əldə eləyirsən ki? Deyəlim ki, Ammar İbn Yasir radiyallahu anhunu bağı bir topluluq öldürür. Deyək ki, fərd etdik, belə bariz və səhiddir. Bağı nə deməkdir ki? O vaxtda bunu demişdim. Bağı bəyəm kafir deməkdir. Bağı bəyəm müşrik deməkdir. Bağı həddaşan deməkdir. Bu qədər. Həddaşan. Bəsitləşdirmirəm, demirəm bu heç bir şeydir. Yox. Yəni, sənin umduğun yoxdur burada. Sənin ortaya çıxartmaq istədiyin, sən zehniyyətdə olanların Muaviyə kafirdir, Amr ibn As kafirdir, o kafirdir, bu kafirdir. O yoxdur. Bağı zaten kafir demək deyil. Ammar ibn Yasirin özü belə qarşı-qarşıya savaşdığı Şamlılara kafir deməyə qarşı çıxıb. Mən bunlara o sən zehniyyətdə olan, özünə əsl əhl-i sünnət deyən, sən zehniyyətdən düşündən insanları ona cavab verirəm. Hamısının qaynaqlarını nəqillərə oxumuşam. Ora baxa bilərsən. Yəni siz bizi sadəcə məşğul edirsiniz. Yəni. Baş beynimizi məşğul edirsiniz. O qədər. Yəni, nə əldə eləyəsin bunu? Nə çıxdaq, nə qazandın indi, nə əldə elədin? Bunu istəyirdi, sənə bu lazım idi. Sənə bu mövzularda müsəlmanlar dərs keçərlər. 6 ay sərasər gecə gündüz sənə dərs keçərlər, yorulmazlar. Sənin o qabiliyyətin yoxdur, o istedadın yoxdur. Yəni, orada, burada, TikTokda, orada, burada bir dənə zəng eləyib, yəni insanlarla gözəl danışıb, onları şirikləndirməyə çalışsın. Yəni, mənə işləmir də şeylər onlar. Mən təcrübəliyəm, mən uşaq deyiləm. Bugünə qədər mənə qarşı o qədər hilə işlədiblər ki, o qədər yalan danışıblar, o qədər kələk gəlməyə çalışıblar ki, sən ağzını açanda mən bilirəm ki, nə demək istəyirsən. Sən danışıq tərzindən bəlli olur, sən nə demək istəyirsən. Məqsədin nədir, niyyətin nədir, bəlli olur. Sənin kimi düşünənlər də var. Birisi gizlində mesaj yazır, səni öldürəcəm, Allah mənə səni öldürməyi nəsib eləsin və s. və s. Deyirəm, gəl də, buradayam. Gəl öldür. Elə deyir, inşallah gələcəm. Gəl gözləyirəm. Gəl öldür. Yəni, bütün pis adamlar öldürülüb, bir dənə qalıb mürşid, onu da öldürün, tamamlansın. Qul lən yusibənə illə mə kətəbəllahu lənə huvə mevlənə və aləllahi fəlyətəvəkkədil müminun. De, Allahın bizə yazdığından başqa heç bir şey bizə isabət etməyəcəkdir. Odur bizim Mevlamız. Və mümin olanlar Allah təvəkkül etsin. Yəni, yalan danışmaq, hilə qurmaq, kələk gəlmək, hədə qorxu gəlmək, səni öldürəcəm, səni doğrayacam, asacam, kəsəcəm. Hamısı mən həmişə demişəm, aciz adamların işidir. Acizlik əlamətidir. Birincisi, öldürən oğlan gəlir, çıxır qarşısına, deyir, mən səni öldürməyə gəlmişəm. Mərdi mərdana, kişi kimi. Yəni, kimliyi bəlli olmayan, bilinməyən bir yerdən xəbər göndərmə, mesaj gəlmə, səni öldürəcəm, Allah mənə səni öldürməyi nəsib etsin. Çox dua elə. Yəni, sən də onun kimi düşünən adamlardan o zehniyyətə yaxın bir adamsın. Yəni, mənlə danışanda, qəşəng danışırsan belə, ədəblə, əxlaqdan, geri arxadan müşriklər, mən müşridə demişdim ki, Ayşə cəhənnəm əhlidir və s. Eyni zehniyyətdir. Mərd ol, mərd. Mənim WhatsApp'ım səndə var.
Nömrəm səndə var. Zəng elə, görüntülü danışaq, sən denəmə, sən cavabı verim. Qoyum orada səs gəlsin, başdan sona bərabər dinləyək. Gör, harada mənə demişsən? Utanmırsan yalan danışmağa. Yəni, əhl-i beytə nisbət elə məndən həya etmirsən, utanmırsan mı? Ayıb deyilmi? Yeri yoxdur, bu şeylərin yeri yoxdur. Siz bunun dərdini çəkin. Hələ mən nələr oxuyacam sizin kitablarımızdan, darıxma. Hələ bu nədir ki? Bunun dərdini çəkin ki, adam 600-700 səhifəli kitab yazıb Quran-ı Kərimin təhrif olunmağını ispat eləməyə çalışır. Bu kafir. Bunun dərdini çəksən. Sən bununla məşğul ol. Sən araşdır ki, niyə bizdə tövhid yoxdur? Niyə şiələr tövhidi bilmirlər? Niyə şiələr tövhidə dəvət eləmirlər? Get, Əl-Kəfidə tövhid babını oxu, gör nələr yazılıb orada. Mən sənə onların bəzisini oxuyordum, narahat olma. O zaman biləsən, niyə tövhidə dəvət eləmirlər? Xəbərin olacaq. Heç darıxma. Davam edəcəm inşallah və axır davan elhamdülillahi Rabbil aləmin.